Hər birinizi salamlayıram kanalımıza, videomuza. Xoş gəlmisiniz. Görürsünüz, biraz dəyişiklik eləmişəm. Evi dəyişmişəm, opşum, otağı dəyişmişəm. Satdım köhnə evi. Üstünə də bir 50-60 min qoydum YouTube-dan qazancımı. Getdim bir dənə qəşəng ev aldım özüm üçün. Evdə saata baxım, bir dənə oliqarx istəyir. Hardasa bu saatin 20-30 manat rahat qiyməti var. Oha! Məqsədimiz bu deyil əslində, amma gemimi də dəyişmişəm. Biraz varlandım, belə olurdu. YouTube-da izlənmə falan qalxıb, bəyəni falan qalxa baxır. Daha da bəyənmələr atın siz, yəni abunə olun. Baxın görün nə edirəm də, yəni partlayış edirəm. Lampa video yox, paz olur təmiz. Nəysə, deməli nə edirik? Azərbaycanda ən sürətli təmsil deyənə reaksiya verəcəm. Azərbaycanın ən sürətli təmsil deyəninə. Qeyri-adi insandır, həqiqətən İlgizin verilişində qonaq olub. Videolar qatıb kanala abunə olun. Biz də keçdik videoya. Bura xoşuma gəlmədi. Getdim evə. Otağa gedim mən. Sizə ləzzət eləmədi bura. A few moments later. Mən gəldim. Nəysə də orada sıxıldım biraz. Dedim keçim otaqda bir dənə rahat video çəkeyim. Çox sıxılıram həqiqətən evdə olanda. Buna görə də çöldə falan mən video çəkmirəm. Baxaq Azərbaycanın ən sürətli təmsil deyəninə. Demək bu oğlan ən sürətli təmsil deyəndir Azərbaycan. Bu arada bu Elgizin hansı verilişidir? Baxma da biz hər Bir dəfə olub bir ay bir şey ilə Ay qaqaş, dondu telefonda, saxlaya bilmədim. Telefon dondu. Saxlayıb söz deyəcəydim. Nəysə. Qoy bunlar təmsillərini desinlər. Bu arada bu Elgizin hansı verilişidir? Köhnədən olub bu, yoxsa təzə verilişdir bu? Hələ də aparırım bu verilişi, nə bilim. Heç yadıma gəlmirdi. Bu verilişə heç baxmamışam. Bütün verilişlərə baxam, mən bir dənə bu verilişə baxmamışam. bir-birini halqana qarışdılar. Yalnız deyə bilərsiniz. Bunların yanında əjdaha deyir bunlar. Bunların yanında. Baş açmaq olar. Yok hiçbirinin laneti. Başladı. Maraqlıdır nəsə. Başladı. Buyur. Peribenlerləri götürə vermədim, ara bilə bana O qaqaş salam verməmiş, yəni abratını başladı da təmsil deməyə. Əlim də dayanmır. getiriyor, geri gidiyor, marda bir sıkıntı, matematik, tarat, ben keyif altı, tepki koşuyorum, arası sıkı, ben de bir kanmaşın, tepede edildiği gibi, müzik, kapasını, hadımın, hece, tepki, keyif altı, ne bileyim, tıkacı, ben ne görüm, cadım, takım, müzik, etmiş, ne Ən sürətli təmsil bu deyirsə daha mən partladıram ki, təmsil deməmi istəyirsinizsə bu videoya 1000 like atın. çevirmeyeyim. Hadi bir de ulaşa bakalım, adamın şu kapaklarımdan faydalı ediyor, çesenler, bir atsantılar, adımlar değil. Elgiz Əkbər fikirləşir ki, görəsən bu nə demək istəyir? Hansı dildə danışır görəsən bu? Ama sen ne dedin? Biz başa düşmedik. Tarixin adını oxumuşam, yarısını. Mən başa düşmədim, sən nə deyirsən? Siz yavaş yavaş deyin, başa düşün. Yavaş yavaş de. Yavaş yavaş de. Aram. Peri beni nerelere götürüyor, veremedim, ara bile bana bunu get. Bir dakika. Özümüzün o kadar temsillerimiz var. Ben de bilmem ne diyor. Ben de bilmem. Kulağım da az değil. Yine değdi. Qaqaş utandı həqiqətən. Qaqaş peşman oldu verilişə gəldiyinə görə. Nazlı Hanım necə gözəl dedi. Əlbir olub bir ay bir şiir ilə, ovlatlar dovçanı tədbir ilə, Olmadan razı olub ölməyə. Çıxdı iş axını var. Qaqaşı təkləyiblər, Allah. Sən nədən işlənən ditdilər, bir-birini haberlər etdilər. Getdilər. Ne diyorum ben? Ben yanıltmaz diyeyim değil mi? Azərbaycan Qaqaş deyir ki, vəziyyətdən görəsən necə çıxım, mən nəsə deyim çıxım aradan. yarışmacıları başa düşək də biz. Gittim gördüm bir derdi iki çar kör çürtük kirpi var. Dişi çar kör çürtük kirpi, erkek çar kör çürtük kirpinin çürüken baktansa erkek çar kör çürtük kirpi, dişi çar kör çürtük kirpinin çürüken var. Gittim gördüm bir derdi yetti qara qaşlar təqvəsə. Yox, o Qaqaşın bazarlığı var həqiqətən. Hər adam belə tez danışa bilmirdi, yəni. Mən adi yavaş-yavaş danışanda belə çaşıram. Keçi var dedim ay yetti qara qaşlar təpəl çəkil keçi. Mənim yetti qara qaşlar təpəl çəkil keçimin yetti qara qaşlar təpəl çəkil balasıdır. Mollanın əmmə mələmələmi, əmmə mələmələmi, ağ bal bak, boz bal qabaq, boz bal qabaq, ağ bal qabaq. Ağ balqabaq, boz balqabaq, ağ balqabaq, boz balqabaq, ağ balqabaq, ağ... Nəysə. Mən niyə elə, belə şeylər mən niyə? Belə bəxtimi sınadım. Ay asfaq aş basarsan, aş pişir. Sən də ki aş pişir, ay axsaq aş basarsan şah. Ay qulu gəl bu çoracılı qulu atım itikov, atım itikov. Aşpaz boz başa o başda bu başda. Bazarda nə uzun misi duz, üçüncü duz. Boz atın boz torbasını boşas başından, apar istə gətir yaşat başından. Qaqaş riski saxla deyə səsini. Allah aldı həqiqətən, bacarığı var. Görüm. Ritmlə de, ritmlə. Ritminlə desin. Ama sürət yox. Bax bunun ritmini tut, bunu. Trimo ver, trimo deyir. Tamam. Tamam, getdik. Buyur. Hə, ritmlə.
Ağ bulağa bax, boz bulağa bax, boz bulağa bax, ağ bulağa bax, ağsa qaçmısan, saçmısan, aşıb sən də gəl, aşıb ayaqsa qaçmısan sən şah. Al qul qol gəl, çöl gir qul qabul. Getdim gördüm bir dərdə getdi qara qaşı təpə çəkil gedim. Dilim ay 7 qara qaşı görsək, mən 7 qara qaşı görsək, 7 qara qaşı təpə Gel çəkil. səsdən, mikrofonla. Səsdən, aha. Bir balaca. Uşaqlar, Bir dakika. sizin səsiniz bunu ötməməlidir də, nəzərə alın. Özü oğlum bir maşını neyle yerine getirirsen? Neçə skorusun? Maşın. Skor sen- Bir dakika ya. Bir. Bir dakika. Sen birle başla sonra gel. 2, 3, 4 sonra gel. Elə başladı. Sen de sıra. Həlim Rəliyev həqiqətən yəni. Keçən dəfə ölkəmizdə televiziya əfsanələrində də axırlardan zarafat eləmişdi. Çox zarafat edən bir insandır da. Nasıl başlıyorsun 5 lira? Tezimiz yakın maşın. Düz Böyük geldi məktəb mi? aldın, Maşın bir var. dəqiqə. Buyur. Hə, yallah. Ocağı qığılcımlandırma, qığılcımlandırsan da qığılcımlandıracağam, qığılcımlandırmasın da qığılcımlandıracağam. Ağ bulağa bax, boz bulağa bax, boz bulağa bax, ağ bulağa bax. Ay axsı qaçmısan sən, aşpazlar aşıb sən də gəl, aşıb gir, ay axsı qaç. Qaqaşın mikrofonsuz səsi daha möhkəm çıxırdı. Daha qəşəng idi. Sən şah. Al qul gəl bir qul çovur. Atımın etiqab, atımın etiqab. Boz başa o başda bu başda bazarda nə ucuzmuş, ucuz, üçüncü ucuz. Boz atan boz torbasını başına aparsa gətir başından. Mən də heç başa düşmürəm nə deyir qaqaş. Sözləri verir, cümlələri qurmağa çalışıram, onu da qura bilmirəm. Getdin gördün bir dərdə 2 kar kör kilip var. 2 kar kör kilip erkək kar kör kilipin kürkünə baxdansa erkək kar kör kilip 2 kar kör kilipin kürkünə var. Getdim gördüm bir dərdə getdi qara qaşı təpə səkici var dedim ay 7 qara qaşı təpə səkici mənim 7 qara qaşı təpə səkici 7 qara qaşı görsək balası. Mollana əmmaməli. Ay güya qarğa olsun da səninlə qardaş olsun da mənimlə qardaş olacağam. Ay güya qarğa olmasın səninlə qardaş olacağam. Ay fatalı çat gedir saatına tak. Dadaşlar dəmirin danlarını damın dalına döydü. Dadaşlar danları dalına dönmə. Dadaşlar dəmirin danları damın dalına çıxarlar dağıtdığı üçün danları döyəcəm. Qaqaş damdan girdi, dəmirdən çıxdı deyə. Dəmir deyir, dam deyir, nə bilim. Halaldır da, halaldır. Qaqaş partlatdı. Məncə dünyada belə bir insan yoxdur. Varsa da o qaqaşdır bilən. Bir videomuzun da sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldi. Videomuz sadəcə gülmək və əyləncə məqsədli oldu. Girişdə də biraz oldu, daha doğrusu. Özümü biraz oliqarx kimi hiss elədim girişdə. Yəni də tezdən evimi satdım, gəldim köhnə evimə. Nəsə zarafata qoya bir qırağa, like atıb abunə olun. Gələn videolarda görüşərik. Sağ olun, bir də ki sevilirsiniz. Deməli dostlar, videonu montaj elədim. Ən axıra çatdım, gördüm ki 7 dəqiqə 12 saniyəlik bir video çıxdı tam olaraq. İstədim ki deyim bunun arxasına bir parça video atım. Yəni bunu hazırda gördüyünüz videonu. Yəni dedim ki arxasına atım ki biraz uzun olsun, 8 dəqiqəlik olsun. Bilirsiniz ki 8 dəqiqədən aşağı olanda video yaxşı izlənmirdi. Yəni YouTube qəbul eləmir. Az zəif bir video kimi qəbul edir. Yəni YouTube üçün 8 dəqiqədən yuxarı videolar yaxşı nəticədir. Bu arada etiraflar videosu çəkəcəm. Bir də eləyərsiniz də. Etiraflarınızı eləyərsiniz. Danışıq tərzi yoxdur məndə. Əvvəlcə də belə olub, indi də belədir. Özümə əsəbləşirəm. Etiraflar videosu çəkəcəm. Etiraflarınızı yazarsınız post bölümündə. Bir də ki buraya qədər baxanlar təşəkkür edirəm sizə. Kanalımıza abunə olarsınız yəqin ki, olmamısınızsa əgər, videomuza da like atmamısınızsa tez bir dənə like atın. Sağ olun. Təşəkkür edirəm hər birinizə həqiqətən.